Salam, necəsiz? Keyfiniz nətərdir? Demək, mən Naxçıvanda deyiləm, Türkiyədəyəm. Anar müəllim hər gün mənə zəng vurur, ödənişlərlə bağlı. Valla mən heç kimin xətrinə dəymək istəmirəm. İstəyirəm ki, hamı qaydalı qanununu vaxtında versin, heç kimlə üz-göz olmayaq. Amma görürəm ki, fürsətdən istifadə edən adam çoxdur. Bu ay, indi ayın 10-udur, sabah 10-udur, hələ əmək haqqıları deyir yığa bilməmişik, verə bilməmişik. Növbəti ay, bu ayda daha doğrusu indiki ayın 27-si sonuncu iş günü olacaq. Bax, mən qrupda deyirəm, burada neçə gündə vaxtına var. Biri kredit verir, başa düşürəm. Birinin borcu var, başa düşürəm. Hamını mən başa düşürəm. Amma o kredit də, başqa işlər də işdən kənarda ikinci plandadır. Əsas işdir. Yəni deyir, mən çatdıra bilmirəm. Xəstəxanada işləyir, xəstəxananın suyunu işlədir, qazın işlədir. Gündəlik işə gəlir, gedir, digər işlərini görür, amma ödənişə gələndə ödənişi deyir ki, bu mənim ikinci, üçüncü planımdadır. Birinci mənim kreditimdir. Elə şey yoxdur. Bax, mən burada deyirəm. Sonra heç kim məndən inciməsin. Ayın 27-sinə kimi indiki bu ayın ödənişlərin, keçən ayın ödənişlərin bu ay ödəyəsiz. Sabah ən son gündür. Sabah günlərdən özüm əlaqə saxlayacağam. Bu ayında yeni ilə kimi ayın 27-si bax deyirəm sonuncu ödəniş günüdür. İndi eləyəcəm də onu. Bax indi deyirəm burada heç kimlə üz-göz olmaq istəmirəm. Ayın 27-si bu ayın ödənişlərini ödəyəsiz. 28-də qalanın mən işdən çıxardacağam. Bax əmr verəcəm, ciddi deyirəm, işdən çıxardacağam. Səhiyyə Nazirliyindən də danışacağam. Sonra məndən inciməyin ki, bax demədiniz, mən çatdıramadım, xəstəm azdır. Xəstə azdır, başa düşürəm. Xəstə azdır, çıxın, özünüz ərizə yazın, çıxın, gedin özəldə daha yaxşı bir şəraitdə işləyin, az kira verin, başqa bir özünüzə başqa bir iş tapın. Yoxsa burada işləyək, xəstə yoxdur, mən ödənişi vermirəm, digər işlərimi görüm, ödəniş vermirəm, elə məsələ olmayacaq. Mən deyirəm. 27-si axırıncı ödəniş günü olacaq. 27-si ödənişi eləməyən 100% eləməyən, gətirib 50%, 40%, 70% ödəməyən. 100% pulunu ödəməyən mən deyirəm 28-i bax şəxsən deyirəm burada hamıda indi görəsiz, müşahidə eləyəsiz, görəsiz. Mən işdən azad eləyəcəm. Sonra təkrar deyər ki, mən işləyirəm, 3 ay, 5 ay gedər, xəstə çoxalandan sonra gələr, davam eləyər. Mənim üçün problem deyil. Amma biz hər ay orada 350 manat, 400 manat, elə ay olur 500 manat cərimə ödəyirik, vergi ödəyirik cəriməni, sosialları ödəyirik. Niyə ödəməliyəm? O cərimənin hamısı mənim cibimdən çıxır. Mən dedim də səsə ətraflı qulaq asın. Kimin də narazılığı var, gələndə mənə deyər. Yəni kim də bu şərtlərlə işləmək istəmir, bu şərtlər təbii ki, biz qoymamışıq, dövlətin qoyduğu şərtlərdir. Gedər özü özəldə daha ucuz bir yer tapar, özəldə işinə davam eləyər.